Qardaş soruşur ki, qohumlarımız uzaqda yaşayır. Yəni, getmək üçün yəqin ki, çətinlik var. Yəni, telefonla qohumluq əlaqələrini birləşdirmək olarmı? Onlarla təbrikləşmək olarmı? Bəli, möhtərəm qardaşlar, bugünkü gün bu vəsilələr var, hansı ki, telefonla, təbii ki, ən yaxşısı bir şey unutmayın ki, möhtərəm qardaşlar, ən gözəli onun qapısında gedib ziyarət etmək, qapısını döymək, ona salam vermək, üzünə təbəssüm etmək, onu qucaqlamaq, evini ziyarət etmək. Əgər imkan varsa, möhtərəm qardaşlar, birinci bunu etməliyik. Əgər buna çətinlik varsa, məsafə uzaqdırsa, bəli, telefonla zəng eləmək, təbrik etmək, xeyir dua vermək olar. Ancaq yenə də baxırsan, bugünkü gün möhtərəm qardaşlar, təəssüf ki, bir çox insanlar bu telefonun səbəbindən hətta ən yaxındakı qonşusunu belə telefonla təbrik edir. Üz-üzə gəlmək istəmir. Onunla üz-üzə gəlib, görüşüb, salamlaşıb, təbrikləşmək istəmir. Götürür, baxırsan, 2 addımlıq məsafədir, telefonla zəng edir. Ona görə son vaxtlarda artıq sosial şəbəkələrin çoxaldığı bir zamanda baxırsan, sevgi də itib insanlar arasında. Şəfqət də itib, mərhəmət də itib. Çünki üz-üzə görüşəndə, qucaqlaşanda görürsən ki, başqa cür olur, möhtərəm qardaşlar. Vallahi, tamam başqa olur. Sevgi yaranır. Necə ki, Allah Rasulü buyurur ki, Təhəddu, təhabbu, hədiyyələşin, bir-biriniz sevgi yaransın bir-birinizdə. Ondan sonra, əfşüs sələmə beynəkum, aranızda salamı yayın. Salam da sevgi yaradır. Ona görə çalışmalıyıq ki, imkan varsa, fürsət varsa, gedib ziyarət eləmək. Necə ki, əvvəldən də belə olur. Bəli. Buyur qadın. Yəni, qurban əyi varsa, bəzi alimlər deyirlər ki, bəli, kəsə bilər. Çünki qurbanın vaxtı qısadır. Qurbanın vaxtı qısadır. Onu kəsirsən, sonra da əqiq üçündə Allah müvəffəq edər onları da kəsmək. Çünki əqiqi ümumiyyətlə, möhtərəm qardaşlar, çalışmalı ki, əqiqi gecikdirməyək. Əqiq daha birinci olmalıdır. Hər şeydən əvvəl övlad dünyaya gəldi, əqiqi kəsməliyik. Əqiq daha birincidir ki, çünki o, əgər Allah sənə neymət verdisə, fürsətin varsa, səhlənkarlıq etmə. Onu kəs, çünki o övladın qorunması üçün bir səbəbdir. Bir səbəbdir. Ona görə birinci növbədə əqiqini kəs. Bəli. Buyurun. Yox, qəza orucu olan ikisi bir niyyətdən, onlar ayrı-ayrı niyyətlər olmalıdır. Hərəsinin öz niyyəti olmalıdır. Əgər insanın, deyək ki, fərzdən qalıbsa qəzası, fərzdən qalıbsa, bəzi alimlər deyir, tutur, fərzi tutur, əgər o sıra ilə gəlirsə. Ancaq gəlib bəzi adamlar olur ki, ərəfə günü gələndə qəza yadına düşür. Bütün günlər qalıb, bir dənə ərəfə günü düşünür ki, qəzanı tutsun. Ancaq o günün gözəl fəziləti var. O günü tutmaq lazımdır ki, onun vaxtı bir dəfədir. Qəzanı tuta bilərsən sonra. Ona çalış, ərəfəni ötürmə. Bəli. Bəli. Nəylə? Bəli. Qardaş soruşur ki, yəni pul yığılıb ki, ev remont olunsun, ev təmir olunsun və qurbanla
üst-üstə gəlir, hansını etməli? Təbii ki, möhtərəm qardaşlar, ibadət daha önəmlidir. İbadət daha önəmlidir. Artıq sənin əlində bir fürsət var, o böyük bir məbləğ də deyil. Ona görə çalış ki, o ibadəti yerinə gətir və Allah subhanahu wa ta'ala sənə bərəkət verəcək, o evini də remont edəcəksən, onu daha gözəl şəkildə Allah subhanahu wa ta'ala nəsib edəcək onudur. Çünki qurban insanı Allaha yaxınlaşdırır. Ona görə möhtərəm qardaş, bayaq da xatırladıq ki, insanın qurban gələndə bütün problemləri yadına düşməməlidir. Bu şeytanın bir insana vəsvəsəsidir, hiləsidir ki, səni Allahdan uzaqlaşdırsın, Allaha yaxın olmaqdan uzaqlaşdırsın. Bəli. Aleyküm. Bu qurban kəsiləndə o heç səni satmaq olmazlar, bizə bəllidir. Bəzən məsələn kəsirik qurbanı, sonra dəri qalır orada da, çalar. Yəni onu bizdən sonra məsələn Qur'an məşğul olan satsa, ondan bizə bir günah yazılır. Qardaşımız soruşur ki, qurban kəsərkən görürsən ki, dərisi qalır, ondan sonra işalatı qalır, baş ayağı qalır. Bilirik ki, qurbanın heç nəyini satmaq olmaz. Bunu hər birimiz bilirik. Bəzən görürsən ki, sən orada qoyub gedirsən, kimsə götürüb onu satır. Təbii ki, bu sənin bilmədiyin bir haldırsa, sən onun məsuliyyətini, günahını daşımırsan. Ancaq çalışmalısan ki, o imkanı yaratmayasan ki, onu satsınlar. O qurbanın hər bir şeyi paylanmalıdır. Allah yolunda sədəqə verilməli. Bir hissəsi evə saxlanılır və bir hissəsini də kasıblara, imkansız insanlara paylayırıq. Ona görə qurban adı ilə ət almaq, qurbanın kəsdikdən sonra nəyinsə satmaq, bunlar hamısı qurbana xələl gətirən əməllərdir. Çalışmalıdır ki, qurbanımıza heç bir xələl gətirməyək. Diri şəkildə alaq, diri şəkildə kəsək və dinimizə, sünnəyə uyğun da onu paylayaq ki, onun əcri, savabı bizə qalsın. Bəli. Bir də bu bayram günlərində, bayram namazından sonra imam tutarır, bayram namazı qılınır. İnsanlar oturub gözləməlidir Allah'ın izniyle ki, yəni xütbə verilsin. Bəli, bəli. Qardaşımız soruşur ki, bayram günü, bayram namazından sonra xutbə olur. Möhtərəm qardaşlar, bayram günü, bayram namazından sonra olan xutbənin hökmü sünnətdir, müstəhəbdir. Bəli, insan zəruriyyəti varsa, ehtiyacı varsa çıxıb gedə bilər. Cümə xütbəsindən fərqli olaraq, cümə xütbəsində bilirsiniz ki, heç bir yerə tərpənmək, getmək olmaz. Namaz hökmündədir. Tərpənmək, danışmaq olmaz. Ancaq qurbanda isə, bayramda isə daha doğrusu, namazlarımızı qılırıq və xutbəyə qulaq asmaq sünnətdir, müstəhəbdir. Çalışmalıyıq ki, o xutbəni dinləyək, qulaq asaq, faydalanaq və ondan sonra da yanımızda, ətrafımızda olan müsəlmanlarla bayramlaşaq, təbrikləşək. Allah hər birimizi eşli faydalanlardan etsin. Bəli, bəli. Demək, qurbanı kəsir, qohum əqrabalarla yermişmək, lakin pay verməsək olar. Qardaşımız soruşur ki, kəsdiyimiz qurbanı, yəni insanlarla oturub yemək, qohum əqraba ilə və yaxud da ki, bu şəkildə etmək olarmı? Təbii ki, yəni qurbanın əsas odur ki, qurbanın kəsilməsidir. Mal sərf edirsən, Allah üçün onu kəsirsən. Birinci bizə vacib olan budur, möhtərəm qardaşlar. Qaldı ki, onu hansı formada biz paylaşdıracağıq, o ikinci məsələdir. Əfzəl olan odur ki, 3 yerə bölürük. Bir hissəsini evə saxlayırıq, bir hissəsini paylayırıq, bir hissəsini də müəyyən bir insanlarla yaxşı olar ki, kasıbları da ora daxil etməklə idizdirmək olar. Və qardaşımızın dediyi kimi də olur, ancaq o qurbanı nə qədər paylasan, vallahi ondan sənə qalan odur. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm bir gün qurban kəsir və paylayır. Az bir şey evə saxlayır.
Ey Allahın Rəsulü, Ayşə anamız deyir ki, bizə nə saxladın? Deyir ki, ey Ayşə, bizə qalan payladıqlarımızdır. Bizə qalan yalnız odur, möhtərəm qardaşlar. Vallahi nə paylamışıqsa, bizə onun savabını, əcrini qiyamət günü qarşımızda görəcəyik. Ancaq o yediyimiz bir qarın yemək, o bugün var, sabah yoxdur. Ancaq o payladığın ət, o insana, kasıblara çatmamışdan öncə Rəbbimizə çatır. Və Allaha çatır və onun savabı da sənə qalır. Həm bu dünyada insanları, kasıbları sevindirmiş olursan və eyni zamanda da Rəbbinin qatında sənin əcrin, savabın qiyamətə qədər qorunub saxlanır. Düşünün ki, bir qurban kəsdin, ancaq qiyamətə qədər sənin orada əcrin qalır. Ancaq yediyimiz bir şey o gün məhv olur, gedir. Bugün yedin, sabah onun heç bir sənə faydası yoxdur. Ona görə nə qədər bacarırıq, çalışmalıyıq ki, qurbanda insanlara paylayaq, çatdıraq, kasıbları axtaraq, tapaq, yetimləri, kasıbları və onlara pay ayıraq. Nə qədər paylasaq, o qədər də gözəldir, yaxşıdır, əcri böyükdür. Bəli. Bayram namazı cümə hər ikisi Qardaş soruşur ki, bayram gününlə cümə günü bir-birinə təsadüf etsə necə etməliyik? Möhtərəm qardaşlar, bayram günü, bayram namazı ilə cümə namazı bir araya gəlsə, onlardan biri düşür. Bayram namazını qılsan, cümə namazına getməyə bilərsən. Və yaxud ikisində də iştirak edə bilərsən. Bilir ki, cümə namazı fərzdir. Cümə namazını heç zaman tərk etmək olmaz. Yalnız bayramla eyni günə düşərsə, cümə gününün hökmü düşür. Ona görə yalnız günorta namazını da belə evdə qıla bilirsən və yaxud məscidlərdə cümə qılınır. Gedə bilməzsən, o zaman günorta namazını, zöhr namazını qılırsan. Bəzən sual verirlər, zöhr namazı da üzərimizdən düşür. Yox, zöhr namazı düşmür. Zöhr namazını qılırıq. Ancaq cüməyə də gedə bilərik bayramla. Getmək olmaz deyə bir qayda yoxdur. İcazəlidir. Sadəcə orada fərz hökmü var, o hökmü düşür. Bəli. Qardaşımız soruşur ki, qurbanı nisiyə almaq olar mı? Möhtərəm qardaşlar, mühüm bir sualdır. Çox insanlar bunu verirlər. Deyək ki, qurbanı nisiyə almaqda bir balaca təfsilat var. İnsan var, o borcu alır və onu qaytarmaq kimi heç bir şansı yoxdur. Təbii ki, Allahdandır hər şey. Ancaq bir tədbiri yoxdur. Bilmir, maaş gələcək. İnsan var, fikirləşir ki, ayın 30'u maaş gələcək. Mən qardaşdan bir 300 manat alıram, 1000 manat maaş alacağım, oradan 300'ünü ora verəcəm. Bir tədbirlidir. Təbii ki, Allahdan müvəffəqiyyət istəmək lazım ki, onu nəsib eləsin verməyə. Bəlkə heç nəsib olmadı verməyə. Və alarkən də fürsət almaq lazım ki, əgər Allah müvəffəq eləsə, o maaşından və vacibimdən sənin borcunu qaytaracağam. Və tədbirli olmaq lazımdır. Ancaq insan var kör-körənə, gözünü yumub borc alır. Bilmir ki, o borcu hardan qaytaracaq. 50 nəfərdə borcu var. Yox, bu cür olmaz. Əgər bu cür soruşursunuzsa, bu cür dinimiz icazə vermir. İnsanlara borc yığılsın, insanlar borcunu tələb etsin və sən də qurban kəsəsən. Xeyir əməl adından, yəni xeyir əməl etmək istəyəsən, ancaq insanların haqları üzərindədir, borclar var üzərində. Belə etmək olmaz, möhtərəm qardaşlar. Yalnız bir halda olar ki, qaytarmaq kimi bir fürsətin var və bilirsən ki, hardansa pulun gələcək və onu qaytara biləcəksən. Bəli. Qardaş, bu subsidiya soruşurdu. Borc almaq üçün məsələn, satan var, ondan uzunu götürmək. Yox, götürürsən, sadəcə bilirsən ki, sabahda birisi-gündə. Bəli, verə bilir. Əgər vermək kimi bilirsən ki, verə biləcəksən, bəli, götürə bilərsən. Bəli. Bir neçə övladı var. Bəli. Evi kəsə bilmir. Bəli. Öyrənmək isə o da yaş məhdud yaşamanlar Möhtərəm qardaşlar, qardaşımız soruşur ki, bir insan var, bir neçə övladı var və onlara əqiq kəsməyib. Və yaş məhdudiyyəti burada varmı?
Möhtərəm qardaşlar, yaş məhdudiyyəti gəlməyib. Yalnız belə gəlib ki, əfzəl olan kəsmə vaxtı var. Hansı ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, 7-ci günündə kəsin deyə buyurur bizlərə. O ən əfzəl gündür. Sünnədə gələn gün 7-ci günüdür. Övladın dünyaya gəldiyi 7-ci günü. Və sonra 14-cü günü, sonra da 21-ci günü. Ondan sonra qalan vaxtlarda ən qısa zamanda onu kəsməlidir. Gecikdirmək olmaz. Ən qısa zamanda onu, hətta övladın 30 yaşında olsa belə onu kəsmək icazəlidir, olar və yaxşı əməldir. Çünki övladlarımız bizim üçün qiyamət günü şəfaatçı olacaq. Allah müvəffəq etsə, izin versə və ona mane ola bilər, bəzi alimlər gətirirlər və sonra övladın xətadan, bəladan qorunması üçün səbəbdir və ona görə də əqiqdə böyük savablar var. Hər şeydən öncə də sünnətdir, müstəhəbdir, xeyir əməldir və həmçinin də Allaha yaxınlaşdıran bir əməldir. Ona görə əqiqləri ən qısa zamanda Allahın verdiyi neymətin şükrünü etməliyik. Bəli. Özümüzə kəsə bilərik də. Bəli, insan özünə də kəsə bilər. Öz-özünə də kəsə bilər. Məncə də bu qarşıda av günləri orucu gəlir. Bəli. Onun üçün biz oruç tuta bilməliyik. O necə hökmdən düşür yoxsa? Əgər bayram gününə təsadüf edərsə 13-ü, 14-ü, 15-i onda tutmuruq. Çünki bayram günü oruç tutmaq qadağandır, möhtərəm qardaşlar. O günü tutulur, yoxsa ümumiyyətlə üçün də tutulur. Yox, hansı gün bayrama düşmür onu tuturuq da. Qalan 2 gün. Bəli. Bəli, qardaşlar inşallah tamamlayaq. Allah hər birimizə işli faydalanlarını etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.